Salam hörmətli Kanal 13 izləyiciləri. Hər həftə internet üzərindən yayımlanan onun baxış bucağı verilişinin növbəti buraxılışı efirdədir. Bu dəfəki qonağımız Müsavat Başqanının həbsdən yeni çıxan müavini, həmçinin Yeni Müsavat qəzetinin köşə yazarı Tofiq Yaqubludur. Biz onunla həbsxanada olduğu müddətdə kənardan izlədiyi siyasi proseslərdən, həmçinin üzvü olduğu Müsavat Partiyası ilə bağlı gözləntilərindən danışacağıq. Xoş gəlmisiniz Tofiq bəy. Təşəkkür Həmişə edirəm. azadlıqda. Təşəkkür edirəm, minnətdaram və sizə də azadlıq arzulayıram, daha geniş, daha böyük azadlıqları. Çox sağ olun. İlk olaraq əfvlə başlayaq. İlk sualımız əfvlə bağlı olacaq. Siz də həmin fərman nəticəsində azadlığa çıxdınız. Necə dəyərləndirirsiniz əf fərmanını? Çox pis. Nə mənada pis? Çünki mən bu pis cavabını verəndə siyasi məhbuslarla bağlı hissəsini deyirəm. Yəni, əf sərəncamından digər məhbusların azadlığa çıxmasını çox alqışlayıram, yaxşıdır. Bəzi insanlar var ki, doğrudan da cəzasını çəkilməmiş hissəsindən azad olublar. Ancaq bu siyasi məhbusların, heç olmasa bu vicdan məhbusu sayılan siyasi məhbusların hamısı azad olunsaydı belə, məsələn, bunu biraz qismən yaxşı sərəncam, qismən yaxşı addım kimi dəyərləndirmək olardı. Axı, bu insanların heç bir günahı yoxdur. Onları topa-topa tutub, sonra belə damla-damla buraxmaq işgəncədən başqa bir şey deyil. Niyə? Bunlar, bax, qanunsuz olub həbs elədiyi insanları, bütün dünya ayağa qalxıb, yerli cəmiyyət, fəallar, təşkilatlar, partiyalar, qohum, qardaş, hamı xahiş edir, belə daşdan belə bir qırıntı qopan kimi dirənirlər, yavaş, zorla, gah birini, gah ümumiyyətlə heç buraxmırlar. Nəymiş, nə oyun? Bunun üstündən də onlar bir təşəkkür umurlar, hətta bəzilərinə təklif edirlər ki, geçsinlər o Fəxri Xiyabanında kimisə qəbr üstə baş əysinlər. Bu nə rəzalət, bu nə düşüncə? Axı, o insanlar həbsxanada olmamalıdır. Yaxşı, indi tutaq ki, olub da bir demokratik hakimiyyət deyil. Bunca olanlardan sonra heç kimsə bir hansı səxavətlə bunları tuturdun, həmin səxavətlə azad eləmək lazımdır. Nəyə görə bax, Xədicə İsmail içəridə qalmalıdır? Biraz əvvəl 8 Mart Qadınlar Bayramı oldu, indi Novruz Bayramı gəlir. İntiqam Əliyev, Əli İnsanov barəsində Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı var. 11 il həbsinin 10 il 6 ayını bu adam içəridə yatıbdır. Bu adam akademikdir. Bəzi dırnaqarası akademiklərdən fərqli olaraq sözün həqiqi mənasında akademikdir. Onun siyasi keçmişinin zaten onun akademiklə heç bir aidiyyatı yoxdur. Bu Azərbaycan tarixinin elmi nəhənglərindən biridir. Dünya səviyyəsinə çıxacaq tək tük adamlardan biridir. Təsəvvür edən barəsində Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı olmuş bir adam və 11 illik cəzasının 10 il yarımı çəkmiş bir adam və yenə deyirəm, Azərbaycan elmini dünyada tanıdacaq, təmsil edəcək tək tük adamlardan bir adamına qarşı bir qram rəhimdillik yoxdur. Və mən əminəm ki, ona qarşı qaldırmışlar, hamısı quramadır, yalandır. İndi çox dərinə getməyək. İlqar Məmmədov, qardaş, bu adam haqqında Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı var. Onunla bağlı Avropa Şurası, Nazirlər Şurasının 4 dənə artıq qərarı var. İlham Əliyev Brüsseldə bir dəfə o həbs olunan vaxtı Strasburqda, ya Brüsseldə idi, Strasburqda idi. Ona jurnalistlərdən biri sual verdi ki, bəs sizin rəqibiniz, çünki onda İlqar bəy elan eləmişdi prezident seçkilərinə qatılacaqla bağlı. O əvvəlcə dedik, mənim heç bir rəqibim həbsdə deyil və dedik, əgər o adam məhkəmənin qərarından şikayətçisə də Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edirlər. Birincisi, bu çox doğrudan yalan, qeyri-səmimi cavab idi. Nəyə görə? Çünki hamı bilir ki, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət bu təcili yardıma zəng kimi bir şey deyil. O, illər çəkir. Nə qədər operativ olsa, o cəza, bu adam 3 ilini, 4 ilini həbsxanada keçirməli olur. Yəni, bu ədalətin bərpa olunan elə-belə operativ bir instansiya deyil. Bu texniki bir tərəfi var. Yaxşı, sən özün dedin ki, Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət eləsin. Adam da şikayət elədi və barəsində bəraət qərarı çıxdı. Bunun üstündən sonra bu nə tavır, bu nə davranış? Adam da özünə qarşı bu qədər hörmətsiz olarmı? Bu nə düşüncədir? Buraxın da İlqar Məmmədov, niyə saxlayırsınız? Özü qəribədir, Tofiq Yaqubunu buraxırsınız, bizi eyni şeylə, absurd şeylə ittiham edirlər, eyni məsələ, İsmail hadisələrinə. Məsələn, mən sizə deyirəm, Rüya xanım, yəni biləsiniz, o mənim məhkəmədə son çıxışım var, o çıxışı bilməm, baxırsınızmı, internetdə var. İstənilən adam, çünki orada elə alibilər var, yəni o məlumatı oxuyub da istənilən adam Argentinada, Yeni Zelandiyada bizim hakimiyyətə oponent eləyə bilər ki, bu adamların günahı yoxdur. Olmayan bir şey, yəni hökmdür ki, biz deyək, onlar desin. Tam absurd bir şey. Yəni, bax, o İsmail hadisələrinə sizin nə qədər
İlham Əliyevin özü nə qədər aidiyyatı varsa da, mənim də İlqar Məmmədovun da o qədər aidiyyatı var. Heç bir dəxli yoxdur. Hadisənin 23-də olub, biz 24-də oraya getmişik, orada bir 20-30 dəqiqə qalmışıq. O vaxtda ki, heç nə də, yəni şəhər daxili qoşunlar tərəfinə tam tutulub, quş səkə bilməz, heç nə. Bizi də tutub qaytarırlar Bakıya ki, də vəziyyət belədir, sizin burada olmağınız məsləhət deyil. Amma bütün yandırılanlar, dağıdanları, təşkilatçı kimi olmayan şeylər və o epizod var ya, özləri təsdiq edirlər. Çünki telefon göstəricilərlə ki, biz ayın 24-də saatın hansı hissəsinə orada olmuşuq. Bir götürün İsmaili, bu Kanada döyük, nə bilim, hara döyük, hamının dostu, tanışı var. Bir zəng edin İsmaili, o cəmaatdan soruşun, ay cəmaat, 24-də 2013-cü ildə, bax Fransada İsmaildə bir hadisə olur ya olmuyor? Olmuyor baxı. Yenə deyirəm, bir var ki, o hadisə olaydı, biz də gedib orada çayxanada oturmuş, yenə bir bağlamaq olardı. Axı, heç o hadisənin özü olmuyor və söhbət ondan gedir. Hadisə olub bir gün əvvəl və ertəsi gün də səhər-səhər, daha səhər-səhər ixtisasda da olmuyor. Cəmaat sadəcə bir gün əvvəl tutulanların həbsdən azad olmasıyla bağlı icra hakimiyyətinin qabağına gelir. Az bir miqdarda adam, çevik polis alayzad, onlar da pərən-pərən salıb, dağılıb gedib, tutarıb. Ondan sonra heç bir hadisə olmuyordu. Bir də gecə hava qaralanda, yəni bir Bakıda olanda, deyim ki, o 24-dəki hadisələr səhər-səhər, 10-12 dəqiqəlik bir aksiya olubdu. İlqar Məmmədovun mən Bakıda olanda baş veribdi, səhər saat 9-da. Biz saat 4-də, 5-ə işləmiş ora çatmışıq. Bir də həmin axşam baş verənə, yenə biz Bakıda olandan sonra yenə qısa müddətli bir şey olur. Olmayan bir hadisədə bizi itham edirlər. Bax, biz onu deyirik ki, yaxşı, olan vaxtı salın. Deyən onu seçək. Çünki orada da özləri görürlər ki, bu telefon zəngləri var, o anten məlumatları var. Onlar da bizim xeyrimizə elə götürüb onu salırlar orada. Görünür ki, biz o vaxt orada olmamışıq. Bax, bu qədər absurd ithamla tutulmuş adamı bu hakimiyyət ömrünün 3 ilini uğurlayıblar. Mən yenə deyirəm, dünən də bir nəfərə müsahibə verdim. Bax, deyirəm ki, təsəvvür edin, bax, hamımız görürük bunu. Metroya girirsiniz, bax, mənim də başıma gəlir. Birdən heç bir önəmsimədiyiniz bir adam, təsadüf bir adam belə salam deyir, bir dəqiqə, bir saniyə ayaq saxlayırsınız, onda qatar gedir, adam heyfslənir ki, ay, qatara çatmır. Halbuki növbəti qatar 2 dəqiqədən, 3 dəqiqədən sonra gələcək. Adam xeyli şey itirmiş kimi olur. Adam səhər çıxıb, işə getdiyi yerdə adamı götürüb torbanın başına salsınlar və ya qandalı vursun, aparsınlar. Bununla 10 illik getdin. Absurddur. Həm də axı bu bir adamın fizioloji, bioloji ömrü, ev var, ailə var, qohum əqraba var. Hər şey pozulur. Bu dəhşətli bir cinayətdir. Dəhşətli bir cinayətdir. Hətta bu dəqiqə dünyada fikirləşirlər ki, məsələn, ağır bir cinayətkar var, belə 10 adamın başını kəsir. Və biz bunu aparırıq, bunun ailəsi var, uşağı var, onların problemi necə olacaq? Axı, o problem də var, onu fikirləşirlər. Bunlar bunu düşünməyəcək dərəcədə, bax, belə monsterlar da bunlar. Bu qədər əcaib, bu qədər əcaib. Mən təkər-təkər deyim. Son əfv fərmanından 14 siyasi məhbus azadlığa çıxıb. Bu da müsbət bir məqam kimi qeyd olunur. Çünki son illər bu cür hal müşahidə olunmuyub. Sizcə bu hakimiyyətin cəmiyyətə verdiyi bir mesajdırmı? Yəni, sizcə hakimiyyət yumşalma ehtimalı varmı? Cəmiyyətə bəlkə barışıq mesajı verir? Yox, qətiyyən, qətiyyən. Ola bilsin ki, bəli, bundan sonra da bu addımlar atılsın və yaxud məhkəmə zat fikirləşsinlər. %100. Bu mənə, məsələn, göydə günəşin olmamağından bağlı kimi aydın məsələ, əminəm. Düzdür, bunlarda belə bir ritorika var ki, heç kəs bizə təsir edə bilməz, heç kəs bizi yolumuzdan çəkdirə bilməz. Güya ki, bunların bir yolu var, əqidəsi var da. Nədir ki, bunların yolu? Mən sizə deyim, bu əfdə, hamısı, indiyənə qədər olanlar da ancaq beynəlxalq aləmin, yəni yerli cəmiyyət, orada tanınmış adam belə deyir, anası ah çəkdi, qonşusu ağladı, belə. Bunlara təsir yoxdur, daşa dəyib qayıdır. O beynəlxalq səviyyədə olan da təbkilər, xahişlər, minnətlər, o da artıq keçilməz olanda biraz yumşaltmaq üçün bir qismini buraxırlar. Məsələn, mən tam əminəm, Qərb mütərəqqi dünya olmasa, mütərəqqi beynəlxalq təşkilatlar olmasa, o bir başqa məsələ, o təşkilatlar nə dərəcədə səmərəli işləyirlər, bu ayrı bir söhbətin mövzusudur. Amma faktiki mövcud dünyada olanlar budur, buyursunlar. Mən sizə deyirəm, əgər onlar olmasa, İlham Əliyev çox rahatca bizi kimi adamları və bütün, bax, divara düzlər, hamıyı güllələyər, qutarar, problem də bundan deyil. Zərrə qədər olmaz. Bax, təsəvvür edən bu düşüncənin sahibi, bu 21-ci əsrin artıq 16-cı ili gedir.
Bu qədər beynəlxalq institutlar, çağırışlar, bax Avropa Birliyindən, Avropa Şurasından, Amerika Dövlət Departamentindən, məşhur beynəlxalq təşkilatlar, o insan haqlarına bu qədər çağırışın qarşısında bu belə eləyirsə, elə bizdə elə bir daşdan qamqalaq qopur da belə ağır qranit olur, belə tişəklə vurursan, bir belə qopur, bax belə. Bu nədir? Biabırçılıqdır, biabırçılıq. Və həm də yenə deyirəm, bunun müqabilində təşəkkür gözləyirlər. Nə təşəkkür? Təşəkkür ancaq bizim kimi insanların həbsdən çıxmasına çalışan adamlara düşür. Mən heç cür, bax, doğrudan deyirəm, bir təsəvvür edin, bax, elə bir meşədə gedirsən, harada gedirsən, bir cəngavər, ya belə daha doğrusu çaşdım böyle, quldurun biri tutur, məsələn, birinin başını kəsir, onun başını kəsir, nəsə birini də axırda başını kəsmir, belə bunun nəsə rəhm gəlir, ürəyinə buraxır. İndi biz deyirəm, nə yaxşı bunun da başını kəsir, yarısının başını kəsib, döyüb, dağıdıb, öldürübdür. Nəyə təşəkkür edim? Nədir? Qanunun aliliyi var, hörmət var. O vaxt ona təşəkkür düşər ki, çünki qanunlar da bunu deyir. Bax, məsələn, Tofiq Yaqublu. Məsələn, mənim həyatda öyünəcəyim bir şey varsa da, üzr istəyirəm, bu qeyri-təvəzzükar sayılacaq bu. Amma hər halda mən Qarabağ döyüşçüsü olmuşam, özlə üzr istəyirəm, yenə dönədir. Amma reallıq belədir, bu öyündüyüm şey olacaq. Mən ciddi döyüşmüşəm və özümü qəhrəman hesab edirəm. Qəhrəman edirəm. Çünki mənim o müharibə gündəliklərim var, şahidlər var. Mən Azərbaycanın ərazi bütövlüyündə döyüşmüş adamam. Qanunların özü mən döyüşə mən rəsmən milli qəhrəmanlığa təqdim olunmuş adamam. Təsəvvür edirsinizmi? Mənim sənədlərim var, hər şey. Mən gördüyüm işlər, nə əməliyyatlar keçmişəm, nə qədər düşmən məhv edirəm, bunlar sənəddir. İndi mən milli qəhrəman adı almamışam, belə, hətta yeri gəlmişkən, mən müharibə veteranı vəsiqəsini ancaq məhkəmələrlə, dava 2009-cu ildə almışam. Siz təsəvvür edirsinizmi? Halbuki ona qədər heç olmasa bu avtobus pulu zaten müftə idi, ona da imkan vermədilər. Mən da mövzudan uzaqlaşmayayım. Əhv üçün, bağışlanmaq üçün o vaxt təşəkkür edirlər. Yenə mən gerçək bir cinayətkar olsaydım və ölkə başçısı baxır ki, bəli də, tutaq ki, cinayət məcəlləsinə görə bu, məsələn, tutaq 7 cəziyyət şərti olur. Bir də, məsələn, tutaq bir başqası. Qanunlar, bax, o qanunda yazılır, onun ictimai nüfuzu, keçmişi nəzərə alınmaqla. Bax, o nəzərə alaraq ki, yaxşı, bax, bir var filan kəs, o da bu əməli törədibdir, 7 il iş alır. Bir də bu filan kəs, bu da şey olub. Amma indi bu nəzərə alsaq ki, bax, bunun bu xidməti olub, bu belə ziyalıdır, nə bilim, nədir, tanınan adamdır. Onda, bax, o əf olanda təşəkkür olunur ki, sizə təşəkkür edirəm ki, bax, mənim kimliyimi, ictimai çəkimi, mövqeyimi nəzərə alaraq əf, bax, əf onda düşür. Yoxsa, canım, bu nə əf olmalıdır, nə təşəkkür olmalıdır, nəyə, bax, nəyə görə təşəkkür edir? Həqiqətən, bax, hökumətdən kimsə gəlsin, desin ki, bəlkə mənim naşükürlükdə qınayacaqlar. Mənə cavab versin, oponenti eləyim mən, bax, niyə mən təşəkkür edəməliyim? Mənim 3 il 2 ay, 3 il 2 ay həbsdə yaşamışam, hansı qeyri-insani bir şəraitdə. Həbsxanada çox çətin idimi şərait? Yəni, bizə qarşı yox, bizə aşağı-yuxarı normal münasibət olubdur. Yəni, amma reallıq Azərbaycan həbsxanaları dəhşətlidir, dəhşətlidir. Ən azı bizim qaldığımız 13 saylı cəza çəkmə müəssisəsi. Təsəvvür edin, mənim üçün həyatımın mənası olan Nərgizin toyunda mən iştirak edə bilməmişəm. Onun ağır gündə yanında iştirak edə bilməmişəm. Kim onun mənə cavabını verir? Kim onun hesabını ödəyə bilər? Kim hesabını ödəyə bilər? Və mən sizə deyirəm, bax, dolayısıyla, indi mən həkimlərlə zaten məsləhətləşəcəm. Nərgizin ölümünə də bu iqtidar günahkardır, bunlar günahkardır. Və deyim necə? Bax, inanın. Nərgiz nişanlanmışdı, o çalışırdı ki, yox, orada da gözləntilər vardı, bu ictimai fəallar, BHT-lər zaten əmin olub, eləyirdilər ki, bu dəfə əf olunacaqlar, belə olacaqlar, nə bilmə, o toy məsələsini hər dəfə ertəliyirdi. Mən isə elə birinci gündən deyirdim ki, balam, gözləmən, talih siz toyunuzu edin, heç bir faciə yoxdur. İndi, valla, bu tibb elmi nətədir, dəqiqləşdirim. Məlum olur ki, Nərgiz vaxtında bir peşəkar tibbi müayinə keçsəydi, testlərdən keçsəydi, onun da qanında bu hepatit olduğu bilinsəydi, vaxtında müdaxilə olunsa heç bir problem olmayacaq, heç bir problem. Məsələn, onlar da bax o toydan sonra bir təzə mənzilə köçlər, o yana köçlər. İndi mən hələ ki doğrudan deyirəm, bunu uzmancasına deyə bilmərəm. Məsələn, Nərgizin toyu bir 2 ay, 3 ay qabaq olmuş olsaydı, o başqa bir ünvanda yaşayacaqdı, başqa bir poliklinikə müraciət edəcəkdi. Bəlkə orada o testdən o çıxacaqdı, bununla da qutarıb gedəcəkdi. Mən bax bu mən demirəm ki, bunlar sifariş ediblər. Yox, elə yalan sözlər deyə bilmərəm. İlkin
dediyim budur. Mən düşünürəm ki, dediyimdə həqiqət də var, məntiq də var, amma hər halda bir tibb uzmanlarına məsləhətləşəcəm. İndi yenə deyirəm, qayıdaq məsələnin o bir tərəfə. Bax, Nərgizin ən şad günündə də, faciəsi günündə də mən onun yanında ola bilmədim. Ola bilmədim. Siz necə təsəvvür edirsiniz? İndi hamıya öz balası əzizdir. Mənim üçün də Nərgiz və digər balalarım mənə elə gəlir ki, mən Nərgizi başqa bir qız kimi böyütmüşdüm. Elə çalışırdım ki, o belə nə bilim Janna Dark kimi bir qız olsun və hiss olunur ki, çalışır, eləyir. O da azadlığı dəyərləndirən bir insan idi. Bilirdi ki, Azərbaycan xoşbəxt olması ancaq onun demokratikləşməsindən keçir və o qız o yaşına qədər nə bacardı, mənə elə gəlir, elədi. Bax, indi o Nərgiz faciəsi mənə yaşadıqları, mən nətər bağışlaya bilərəm, nə cür təşəkkür edirəm. Ki, mənə gəlib deyə bilər ki, mən güya ki, məni qınaya bilər ki, bu sərəncamın qarşısında gərək bir etika xatirinə təşəkkür edəydim. Düşürmü bu? Nəyə görə? Sizin özünüzün səhhətində problemlər nə həddədir? Məndə vallahi səhhətimdə problem zaman normalda hətta azadlıqda olan insanlarda da səhhətində problem olur. Bəli, məndə bir neçə xəstəlik var. Belə deyim ki, belə dəhşətli ölmə gətirəcək yox. Bax, bronxial asmam var. Onluq üstündə problemim var, məddədə problemim var və mən yeni deyim ki, bax, həqiqəti danışası. O cəza çəkmə müəssisəsində tibbi sanitar hissə var idi. Onlar bacardıqca çox diqqətlə yanaşırlar. Gərək rəhbərlikdə, bizim səhhətimizlə bağlı, amma onlarda imkanlar məhdud idi. Sadəcə bəxtim orada gətirdi ki, Əli İnsanov orduydu, bu akademikdə. O da çox kömək elədi, əlim. Hər halda razılaşın ki, mən indi adlarını çəkməm, orada sanitar hissədə çalışan həkimlərə təşəkkürümü bildirirəm. Onlar deyirəm, mənə, digər siyasi məhbuslara qarşı çox qayğı ilə yanaşıblar. Amma hər halda indi hansısa hərbi hissədə çalışan həkimlə akademikin səviyyəsi eyni olmaz da, bu reallıqdır. Əlim çox mənə köməklilər eləyibdir, çox şeylər. Amma təsəvvür edin, mən sizə bircə söz deyim, hanımlar. Həbsxanada olmaq bircə ömürdən müəyyən qədər vaxtın uğurlanması deyil. Bu daha genişdir, daha belə dəhşətli bir fəlsəfə var. Və təsəvvür edin, mən sizə bircə söz deyim. Bizim qaldığımız həbsxanada bu barak sistemidir. Təsəvvür edin, bu mal tövləsidir, mal tövləsi. Heç bir normativ yox, sıx, belə çarpayların arasından keçmək olmur, 2 mərtəbəli. İnsanlar təsəvvür edin, o çarpayın eni də bax belə də, insan belə o yana bu yana fırlana bilmir. O yüzden ki bitişik yatırsan. İndi sizə nətər deyirəm, düzdür mən özümü qoymuşam. Bax təsəvvür edin, mən üz-üzə, burun-buruna yatdığım adam, bax gecə yatırsın. Hepatit C xəstəsi, vərəm. Mən Tofiq Yaqublu, mən onunla üzbəüz, onun bax bu il yarım onun nəfəsini almışam, nəfəsini almışam. Nə qədər olmasa kontakt olur, onun əli dəyər, hepatit C-dir. O başqa bir xəstəlik də var idi, vərəmdir, təsəvvür edə. Bax, sən bunlardan sonra mən niyə gedib orada o xəstəliyə yoluxmalıydım? İndi mən testlərdən zaten keçəcəm. Amma hər halda çox böyük ehtimalla keçməmişəm, yoluxmamışam. Amma risk atırsınız da siz insanlar. Necə olaraq? Bax, necə sən məni aparırsan, spid xəstəsi, təsəvvür edirsin, spid xəstəsindən yanaşı yatır. Bu nə deməkdir? Bəs Əli İnsanovun özünün səhhəti necə idi? Necə problemləri var idi mi onun? Əli İnsanov möhkəm xarakterdir, çox möhkəm adamdır, eyni zamanda təbibdir, alimdir. O ciddi qrafiki var, bir dənə çox ciddi qrafiki var. İdmanı yerində, yemək içməyinə nəzarət deyə, nə olar, nə olmaz belə. Mütaliə qrafikinin, bu adam məsələn gündə tutaq ki, bu qədər oxumalıdır. Oxuyur, ciddi, həm çöldən vəkilləri gətirir, məsələn, elmi ədəb, tibb ədəbiyyatı, o orada ola, o tibb aləmində yeniliklər, axtarışlardan kənarda qalmır. Hər dəfə oxuyur, ona jurnallar gətirirlər, dünyada nə baş verir, nə gedir, Yeni deyirəm, Əli İnsanov təsəvvür Ümumdünya Səhiyyə Təşkilatının İcraiyyə Komitəsinin üzvü olmuş adamdır. Bu, Azərbaycan üçün fəxrdir. Azərbaycanda birinci olimpiya oyunlarının keçirilməsi heç bir fəxr zad deyil. Bax, görürsünüz də bu Avropa oyunları. İndi qalıb ortada yiyəsiz meyit kimi götürən zad da yoxdur. Sadəcə o çağırdılar ki, gətin, yeyib, içək, gedək. Onunla öyünməyə dəyməz. Öyünləsi olsa da o dərəcədə deyil. Mən indi demirəm təkcə Əli İnsanovdur. Yəni, Əli İnsanov kimi az sayda adamlar, bax, biz bunlarla öyünə bilərik ki, bu adam
dünyada tanınır, dərmanı var, gedir mühazirələr oxub dünyanın hər yerində. Və belə bir adamı saxlayırlar həbsxanada. Onu o ölkə saxlayır ki, hərçənd ki, Amerika kimi ölkə özünə rəva bilər, üzr istəyirəm, çünki orada o cür alimlərin sayı sambalı yoxdur. Bizim üçün bu belə nadir şeydir və belə davranış. Əli İnsanovun Əli İnsanovun, yəni müxalifətin lider olacağı iddiaları var. Bu iddialar nə dərəcədə inandırıcıdır? Mən o mətbuatda oxudum. O mövzu çox süni olaraq ortaya atılmışdı. Güya ki, Azərbaycan Xalq Cəbhəsilə Müsavat Partiyası arasında Əli İnsanovun da mübarizə gedir. Tam yalan bir söhbətdir. Məsələnin bu hissəsindən başlayıram. Çünki Azərbaycan Xalq Cəbhəsində Müsavat Partiyasının çox dəyərli, çox keyfiyyətli, çox möhkəm liderləri var və onların kənardan liderə ehtiyacı yoxdur. Və bu partiyalara yeni lider lazım gələcəksə, onu da öz içindən yetişdirəcək. Nəzəri cəhətdən belə şey də ola bilər. Bəli, biri kənardan gələr, qaynayıb barışar və keyfiyyətlərindən qabağa çıxa bilər. Yəni, Azərbaycan cəmiyyətində və YAP-dan fərqli olaraq Müsavat Partiyasında və Azərbaycan Xalq Cəbhəsi Partiyasında demokratik mühit mövcuddur. Orada liderin olması, məsələn, üzr istəyirəm, mən biraz geniş danışıram. Məsələn, yapçılar bir də baxın, həyasızcasına deyirdilər ki, necə olur, İsa Qəmbər illərdir oradadır, Əli Kərimli oradadır. Bu bədbəxtlər başa düşmür ki, qardaş, İsa Qəmbərin orada olmasını Məzahir Pənahov saxtalaşdırıb eləməyibdir. Bu, Müsavat Partiyasının özünün daxili nizamnaməsi ilə, reqlamentilə müəyyənləşən bir şeydir. Heç kəs orada qadağa yoxdur, reallıq var, obyektiv var. Məsələn, İsa Qəmbərlə yarışmaq iqtidarında, iddiasında olan var, buyursun, nə ona təzyiq olacaq, nə, heç bir söhbət yoxdur. Sadəcə o adam güclü, nüfuzludur və heç bir pozuntu da yoxdur. Demokratik normanın pozuntusu da yoxdur. Burada konstitusiyada konkret qoyulub. Siz həbsdə olarkən Müsavat Partiyasına başqan seçkiləri keçirildi. Və demək, belə hesab edirlər ki, parçalanma oldu. Məsələn, sizin dəstəklədiyiniz namizəd seçilmədi. İndi o dəstəyə görə peşman deyilsiniz. Bu dəqiqə cavabını verim. Əli müəllimin axırıncı deyim. Əli müəllim bilməm vallahi. Mən ona azadlıq arzulayıram. Çıxıb siyasi mübarizəyə qoşulacaqmı, qoşulsa nə edəcək? Amma o keyfiyyətdə, yəni onu da o artıq hakimiyyətlə barışmadı hiss olunur. Əgər o barışsaydı, Rafiq Əliyev, Fərhad Əliyev kimi çıxa bilərdi çölə. O görünür ki, ola bilər, olsa, yəni Əli müəllimdə liderlik xüsusiyyətləri kifayət qədər var və mənə gəlir bu partiyalar onu qəbul edə bilərlər. Əli müəllim buna gedər. Lider kimi qəbul edə bilərlər. Yox, deyirəm, elə şey ola bilməz ki, məsələn, kəndinin özün lideri var. Amma o gələr, qaynayar, qarşıya bir müddətdə bu prosesdə baş verir. Yəni, texniki cəhətdən mən ona görə dedim ki, o iki partiyada buna ehtiyac yoxdur. Hansısa bir partiyada zətdə ola bilər, belə onlara vitrin deyirlər də, vitrin düzəltmək üçün. Yəni, nə Müsavat Partiyası, nə Azərbaycan Xalq Cəbhəsi Partiyasının vitrin problemi yoxdur. Əlbəttə, Əli müəllim o vitrin üçün əlavə bir yaraşıq ola bilər, güc ola bilər. Amma deyirəm, Əli müəllim də elə özünə rəva bilməz ki, elə mexaniki qayda gəl belə, o da bu ola bilməz. Nəzəri şeylərdir. Qaldı o məsələ ilə bağlı. Bəli, bu seçkilərdən sonra Müsavata problemlər yaşandı. Biz yap kimi duraq da deyə bilmək ki, heç nə olmadı. Yox, oldu problemdir. Hətta indi deyəcəksiniz ki, elə siz də yapışlar ki, mal alırsa, hətta bu da demokratiyanın göstəricisidir məndə. Birincisi, mən Qubad İbadoğlunu müdafiə eləmişəm, zərrə qədər peşman zat deyiləm. Siz biləsiniz ki, mənim Qubad İbadoğlu ilə Arif Hacılı arasında seçim eləməyim, pislə yaxşının arasında seçim eləməkdən ibarət deyil. İki yaxşıdan birini seçmək məsələsi vardır. Və mən, hətta mən düşünürəm ki, mən azadlıqda olsaydım, çünki nəticələr göstərdi ki, Arif bəy cüzi fərqlə, cüzi səs üstünlüyünə, cüzi səslə keçdi. Məsələn, mən düşünürəm ki, mən azadlıqda olsaydım, mən də müdafiə elədiyim Qubad İbadoğlunun müdafiəsində, təbliğatında iştirak eləsəydim, bilməm, mən Müsavat Partiyasında indi azdan çoxdan hörmətim, nüfuzum varsa da, o qısaca fərqi qapatmağa mənə elə gəl kifayət eləyərdi. Onda mənzərə başqa cür olardı. Və Qubad İbadoğlunun normal, çox əqidəli, qəşəng, Müsavat üçün yaxşı bir başqan olacağına zərrə qədər şübhəm yox idi və seçilsəydi Müsavat qazanardı bundan. Yenə deyirəm, Arif Hacılı ilə itirəcək sözünü demirəm. Mənim seçim iki pisdən, iki yaşdan birini seçmək məsələsidir. Qaldı seçkidən sonra şey olunan, mən dostlarıma, mənim dostluğum bu gündə qalır, mən bu məsələlərə görə onlarla heç vaxt münasibətləri koruya bilmərəm. Mənim yaxın dostum, həm də şəxsi dostlarımdır, Qubad bəy də, Vurğun bəy də, digərləri də belə. Amma mən açıq dəstək edim ki, daha doğrusu ismarış göndərdim ki,
bəli, oldu və görünən də bu idi ki, mən axı müsavatdan böyümüşəm. Yəni, müsavatda seçki, qutuya yalan, belə şeylər var. Bu, hamısı yapın metodlarıdır. İndi ideal bəlkə götürülsə, nəsə də axtarmaq olar. Amma söhbət ondan gedir ki, qurultay anına qədər hər şey normal gedir, uduzan tərəfdə heç nəyə etiraz ediləmir. Ta axırıncı ana qədər deyir ki, qutudan səslər çıxsın, onu sayaq belə və əmindirlər ki, olacaq. Sonra məlum olur ki, olub, sonra təzədən əvvələ qayıtmağa ehtiyac yoxdur. Mən də dostlarıma ismarış göndərdim ki, mən sizi tam ədalətsiz sahib eləmirəm, amma nəticələri qəbul eləmək lazımdır. O tərəfində həqiqətən müsavatçıların səsini aldığını qəbul eləmək lazımdır və bu inatkarlıq ancaq hakimiyyətin əlinə işləyəcək. Onlara Müsavat Partiyası kimi partiyanın dağılması, parçalanması, gücdən düşməsi sərf edilir. Ona görə eyb yox da, indi neçə ildir İlham Əliyevlər saxtalaşdırır, daha vacib qələbəni bizim əlimizdən alırlar. İndi bunu gözün ikinci tura belə saxlanır və hətta o məhkəməyə şikayəti düzdür, bu şikayəti Qubad bəy özü də qınamışdı, onun arxasında durmurdu. Məhkəməyə müraciət eləməyi heç cür məqbul saymırdım Ellada xanım. Çünki siz hansı məhkəməyə müraciət edirsiniz? O məhkəmə ki, bu bizlərin başına oyun açır. Orada necə ummaq olardı ki, müxalifət partiyasının problemi yaranıb, İlham Əliyevin rəhbəri elədi, məhkəmə orada ədalətli bir qərar çıxaracaqmış. Ola bilməz. Ona görə heç bir halda ora gedib məscidə dua eləmək olardı bu işlərin düzəlməsi üçün. Amma bu İlham Əliyev məhkəməsinə heç bir müraciət eləmək olmazdı. Çünki orada ədalət yox, ancaq yuxarının maraqları qorunur. Ona görə onu sanır. Qaldı ki, Arif bəy Azərbaycan Milli Azadlıq Hərəkatının ilk günlərindən meydana atılmış, şərəfli bir yol keçmiş adam, mübarizə aparmış şəxsi, təcrübəsi, ağlı, intellekti, hamısı yerində bir adamdır. Şəxsən mən, Arif bəylə mənim çox barışmadığım bir şeylər var, hələ azadlığında mübahisə eləmişim və dediyim demokratiyadır. Məsələdə baxışlar var. İndi işləyə biləcəksinizmi onlar? Çətinliyiniz olmayacaq, başqa müavinəsiz? Yox, yəni deyirəm, çətinlik ola bilər, ancaq bu şəkildə ola bilər ki, məsələn, o deyəcək ki, məsələn, buradan Şəhidlər Xiyabanına gedirik, Arif bəy deyəcək, metro ilə gedək, mən deyəcəm, yox, məsələn, hansısa marşrut gedir, bu daha yollar, vasitələrin seçimində problemlər ola bilər. Yəni, bizim hədəflər və ideoloji yönlə bağlı bizim aramızda heç düşüncəmizdə fərq yoxdur. Yeri gəlmişkən, çox bir pis vərdiş yaranıb ki, elə o cəbhədə də belədir, bizdə də belədir, cəmiyyətdə də belədir. Cəmiyyətdə bir şey olan kimi, o seçək erməni söyüş, o seçək bağlayırlar oraya hakimiyyəti. Burada da, indi bu hakimiyyəti də ermənilərlə bərabər tutma belə bir şey var. Bir-birini şey olan kimi hakimiyyətə işləməkdə günahlandır. Çünki çox ağır, adamın 7 qatından keçən bir şeydir. Elə bir şey yoxdur. Məsələn, tutaq ki, Qubad İbadoğlu'nun bir qurultaydan sonra onun verdiyi müsahibələrə əzəz var. Qubad İbadoğlu ağlıyla, məntiqinlə, öz elmi, iqtisadi araşdırmalarla İlham Əliyevin o şişirilmiş yalanlarını darmadağın edir. Hər dəfə ortaya qoyur və bütün siyasətçilər də, bizimkilər də, onlar da, mən demirəm təkdir, amma o cəbhədə öndə gedənlərdən biridir. Bəli, Qubad İbadoğlu Azərbaycan, çağdaş Azərbaycan ən nəhəng intellektuallarından biridir, iqtisadçılarından biridir. Və o darmadağın edir, onun işsizliklə, iş yerlərindən, gəlirlə, çıxarla, yalanları çıxardır. Döyüşü də biri meydanda, məsələn, istefa qışqırır, o da məntiqlər. Yəni, Qubad İbadoğlu'nun qurultaydan əvvəl, qurultaydan sonraki davranışlarında, mübarizəndə heç bir yoxdur. Qurultaydan əvvəl də Qubad bəy, məsələn, tutaq ki, o emosionallıq zadı yox idi. Əvvəl də nə görürsə, sonra da onu görürdü. Amma hər halda, indi mən çıxmışam, mən özüm üçün bu 3 il, 2 ayda hədəfim belə olub ki, mən indi bilməm, çətin məsələdir, çox belə dərinə gedir də. Hər halda mən özümün bir vicdan borcu hesab edirəm ki, mən Müsavat daxilində bu tərəflərin birdən-birə 100% barış, hamı yollarını 180 dərəcə dəysin, o tərəfdə peşmançılıq belə, dərhal əl verək barışaq alınmayacaq. Amma hər halda yavaş-yavaş mövqelərin yaxınlaşması, ən azı gərginlə mütləq çalışacağam. Bu mənim borcumdur, misyamdır, zaten belə. Yer gəlmişkən, eyni zamanda Müsavat Partiyasının da Milli Şuranın Xalq Şəbəkəsinin arasının vəziyyətin düzəlməsi üçün əlimdən gələni edəcəm. Burada da mənim o göydə günəşin olub-olmamasından bağlı məsələ dedim. Bəli, bu dəqiqə gedib cəbhəçidən soruşacaqsan, hər şey günahkar,
müsavatçılar da belədir, belə deyəcəklər. Eyni şeydə müsavatçılar düşünürlər. Çünki hər öz həqiqətinə inanır. Məsələyə biraz genindən baxmaq lazımdır. Müsavatçı da, cəhbətçi də yaxşı insanlardır. Onlar Azərbaycanda demokratik mübarizə aparırlar. Sadəcə bu rəqabət, qısqanclıq hiss elədir ki, dəyərləndirə bilmir. Məsələn, bir obrazlı misal deyim də sizə. Mənim oğlum Ronaldonun fanatıdır da. Ronaldo deyib durur. Ronaldonun tərəfdarısa da bu avtomatik Barcelona'nın Messini qəbul eləmir. İndi məsələn deyirsən ki, Messi deyir, ata, o nə futbolçudur? Messi deyir ha. Çünki Ronaldonun fanatıdır. Mən Messi futbolçudur. Mənim bacım oğlu var, o da Messinin vurğundur. Baxıram otaqda ciddi xəbərlər yox, qulaq asın bu deyir. O ona sübut eləmək istəyir ki, Messi oyunçudur, ondan oyuncu çıxmayıb da. Bu da sübut edir ki, Ronaldo oyuncu ciddi. Bax, İsa Qəmbər, Əli Kərimli məsələsi də elədir. Qardaşlar, müsavatçılar da, cəhbətçilər də eyni adamlardır. Fərq bircə odur ki, onlar İsa Qəmbərin, bir qismi İsa Qəmbərin liderliyini, indiki halda Arif Hacıbının liderliyini qəbul edib, onlar da nə mübarizələrində bir ideoloji fərq var, nə hədəflərində bir ideoloji, belə bir istiqamət fərqi var. Eyni şeylərdir, sadəcə dözümsüzlük və liderlərin özlərinin də günahı var. Hərçənd ki, burada arbitr olub günahkar axtarmaq və müəyyənləşdirmək həm mümkündür, həm də lazımdır. Ümumiyyətlə, bax, dünyada da var bu konfliktlərin həlli məsələsi. Bax, hətta götürək Qarabağ məsələsini. Düzdür, o sülh yaratma missiyası bizim xoşumuza gəlmir. Amma orada çox bir ciddi konstruktiv yanaşma var. Onlar deyirlər, çünki bu adamlar uzmandır. Deyir, qardaş, siz başlasasınız ki, birinci o başladı, o belə heç vaxt tapa bilməyəcəksiniz. Əsas odur ki, bundan sonra nə et, birləşmək, sülh yaranması üçün nə etmək, oradan çıxış eləmək lazım. Biz bu rejimin, Azərbaycan xalqının qatı düşmanı olan bu rejimin getməsi, Azərbaycanın demokratiya qovuşması, onun dalınca da Qarabağ qovuşması üçün birinci növbə bu rejimin getməsi üçün çalışmalıdır. Getməsi üçün, bax, təsəvvür edin, mən yenə bir obrazı bir şey deyirəm. Təsəvvür edin, bax, səngərdir, düşmənə qarşı güllə atırıq. Bu səngərin bu tərəfində müsavatçılardır, bu tərəfində cəhbətçilərdir. Ermənilərə qarşı döyüşürük, təsəvvür edin, müharibədədir. Bu da atır gülləni erməniyə, sən də atırsan, sən nə qədər vurub öldürsən ermənidən o qədər yarsan. Amma indi sən buradakı, niyə mənə çəp baxdın, əyri baxdın, gülləni bir-birinə tutuşturmaq ancaq erməninin işinə yarayar ki, siz bir-birinizi qırasınız. Qardaş, o məsələni sonra həll eləmək olar və AXCP müsavat arasında mübarizə o vaxt getməlidir ki, Azərbaycanın demokratik şərait olsun. Əvvəlcə quyudan çıxmaq lazımdır. Quyudan çıxmaq, bax, iki dərin quyuya düşmüşük, çıxmaq üçün bir-birimizə kömək eləməliyik. O çıxandan sonra düzənlikdə mübahisə eləyə bilərik ki, belə mi gedək, elə mi gedək. Quyunun dibində birinci hədəf hələ quyudan çıxmaqdır. Mən mi haqlıyam, sən mi, sənin mi liderin güclüdür, mənim kim? Bir də baxın, Facebookda uşaq söhbətləri gedir. Təxminən o məhəllədə uşaq deyir, mənim atam sənin atanı döyər. Təxminən o kimi belə şeylər. Məsələn, qaldırın, bilməm, mən bu texnologiyalarda o vaxtda çox güclü bilmirdim, indi də şey eləmiş. Bu günə qədər bəlkə də və siyasətlə məşğul olan bəlkə də üzr istəyirəm, yeganə adamam. Mən bir dəfə AXCP müsavat o qarşı durmasına, onun əleyhinə status çağ, elə söhbət elə. Həmişə barışdırıcı. Mən məsələn dostlarımıza deyirəm ki, məsələn, ay cəhbətçilər, siz bir yandan AXCP müsavatın bir yerdə olmanın zərurluğunu qəbul edirsiniz, eyni zamanda bunu dağıdırsınız, aləmi dağıdırsınız. Məsələn, İsa Qəmbər bir dənə qəşəng söz deyib, məsələn, tutaq deyib ki, üzr istəyirəm, vicdan məhsullarına azadlıq. Götür bir dənə like elə də onu. Ay müsavatçı, Əli Kərimli deyir ki, məsələn, Qarabağ bizimdir, bizim olacaq. Sən də götür bir like elə də, yəni bax, beləcə şeylər. Bir də çıxışında, məsələn, ay müsavatın lider, bir şeydən deyən ki, məsələn, Cəmil Həsənli demişkən belədir. Cəmil Həsənli çıxışında, Arif Hacı demişkən belədir. Elementar metodologiyadır, elementar vasitələrdir, istifadə eləmirlər. Hamı elə bilir ki, bax, gözlər qızıb, elə bilir ki, bax, bunu sustursa, hərçənd ki, susturmaq mümkün olmayacaq, alınmayacaq. Ən yaxşısı qurtarmaq lazım. Sən sübut eləyə bilməyəcəksən, sən cəhbətçinin səhv olduğunu, sən müsavatçının səhv olduğunu sübut eləyə bilməyəcəksən, o boynuna almayacaq. Sən də bu mübarizədə xırdalanırsan, kiçilirsən, düşməli. Əksinə, bizdən başqa dostumuz yoxdur, birləşməliyik. Nəsə də, mən sizə sual verməyə imkan vermədim. Çox sağ olun, amma maraqlı cavablar üçün. Təşəkkür edirik sizə. Dəyməz, çox sağ olun. Hörmətli Kanal 13 izləyiciləri, bu dəfəki qonağımız Müsavat Başqanının müavini Tofiq Yaqublu idi.
Siz müzakirə etdiyimiz məsələlərə bu dəfə onun baxış bucağından baxdınız. Bizi izləməyə davam edin.